Təqribən 2 ildir planladığımız marşrut var idi. Hal-hazırda Oğuz dağlarındayıq. Oğuzun mərkəzində Alban məbədi var, Qafqaz Albaniyası dövrünə aid. Oğuzun yaxınında bir kənd var, dağın digər tərəfində aşağıda Calut kəndi. Calutda da manastır var. Bizim regionun ən böyük yenə Qafqaz Albaniyası məbədlərindən biridir. Planlayırdıq ki, Oğuzda Alban məbədini, yanında tarix muzeyi və s. o hissəni gəzən adam oradan dağ yolu ilə rahat keçə bilsin. Demişdik ki, əvvəlki videolarda da Oğuzda ekoturizmin başlaması üçün əsas praktiki addımları atırıq. Bu yolu bir dəfə getmişdik. İndi haraları işarə qoyula bilər, yol nətər daha rahat ola bilər insanlardan ötürü. Onu tapmaq üçün ikinci dəfə Oğuzun mərkəzindən çıxdıq, gəldik. Bəzi yerlər dikdir, amma su ayrıcında çox rahat yollar da var. Hətta çantaları qoyduq, bir yüngül yürüyüşə çıxdıq kənar tərəfləri də. Maraqlıdır. İndi buradan düşürük Caluda və burada da indi ən təpə nöqtəsində su ayrıcında istirahət edirik burada. Əvvəldən qalma bir kötük var. Bir də odunçulardan qalma kötüklər var. Kəsiblər, niyə aparmayıblar bilmirəm. Onlardan da gətirib qoymuşuq, süfrəmizi hazırlamışıq. Burada Asif deyir ki, başqa bir kötük də var idi burada. Dedi ki, bunu süfrə eləyək. Ortasında süfrə bəzəyi də var. Belə ortada biz masamızın üstündə bitki olmasa yemək yeyə bilmirik də. İndi inşallah buradan Caluda düşəcəyik. Orada da Calut Manastırın yanında videonu çəkib yekunlaşdıracağıq. Kəndin yaxınındayıq. Məbədə çatmaq üzrəyik. Calut məbədi orada görünür. Bura dərədir, uçurum kimi. O tərəfində də məbəd var. Giriş-çıxış üçün bir istiqamətdən yolu var. İndi fırlanıb gələk. Qabağında da bir videosunu çəkək. İçərisinin həm də çölünün ondan yekunlaşdıracağıq. Bu da o məşhur Calut Manastırı. Qafqaz Albaniyası dövrünə aid olan, dediyim kimi, regionun ən böyük abidələrindən biridir. Oğuzda Dağdibi məktəb var. Onun yanından dağa aşıb bura gəlmək təqribən 3 saat yarım vaxtımızı aldı. İndi bunun içərisində də bir-iki dənə video çəkəcəyik. Üstündə ağaçlar bitib, amma yenə də bəzi hissələri dağılmağına baxmayaraq, regionda bir çox Alban məbədlərinin tavan hissəsi çöküb. Bunda amma ki, hamısı sağlamdır. Məbədin düz qabağında da çinar ağacı var, çox böyük. Bu çinar ağacı məsələsini yadınıza saxlayın. Bununla bağlı əlavə bir videomuz olacaq.